bundan aşağı qiymətə, bax bu cür torpaqda, bu cür ev ölçüsündə varsa bağ evi, bax bu gündən makler işini qoyuram bir kənara. Yəni, mən də bilən bilir ki, sözə söz, düzə düz, səhvə səhv deyən adamım. 600 kvadrat, 3 mərtəbə, 2 mərtəbə plus mansar, həyətində ev ölçüsündə yay mətbəxi, söhbətgahı, nə bilim, istəsəz, ürəyiniz hər cür şəraiti yarada biləcəyiniz torpaq sahəsi və görürsünüz ki, tam şəkildə quru bir ərazidir. Qiymət isə 395.000 manat və tam mülkiyyət çıxarışdır. Əlavə olaraq orada mühafizə otağı, nə istəsəz bağlatdırıb kirayə də verə bilərsiniz. Asfaltdan cəm 50 metr məsafədə bir sözlə gir yaşa evdir və evimizin keyfiyyətinə isə heç kim nöqsan tapa bilməz. Ünvanımız isə Qala Voyenni Qaradokla üzböyüz olan küçədir. Asfaltla da 50 metr məsafəsi var. Evin də çöldən olan vizual görüntüsünü görürsünüz. Bütün pəncələr öz həyətinə baxır. Təbii ki, bu torpaq sotunda başqa həyətə baxası deyil. Əlavə olaraq da görürsünüz ki, bax, mühafizə otağı kimi, nə bilim, qonağın gəldi, ged orada istirahət velə. Yəni, maşallah olsun, hər cür şərait var və bağ ümumiyyətcə 15 ilin bağıdır. Gəliş-gediş yoxdur, elə bir qiymətlə satışa çıxarılıb ki, ərazinin maklerləri belə, Allah hər kəsin rüzsün versin, bu qiymətə bu bağı çəkə bilməzlər. Öz tanışımızın bağıdır. Biz də gəldik ki, təqdimat eləyə bilirsiniz ki, səhifəni izləyən şəxslər, biz maksimum dərəcədə çalışırıq ki, dəyərindən aşağı olan evləri çəkək, sizə təqdim edək. Yəni, bizimlə bura gəlmə səbəbimiz odur ki, bu qiymətə bu cür bağ qeyri-mümkündür. Yəni, tələsin, bax, bu bağa sahib olun. Evimiz 3 mərtəbə olmasına baxmayaraq, yenə də yerdən kürsüsü var, tam şəkildə quru bir ərazidir, belə bir söhbətgahı, istəsəz kababxana da əlavə eləyə bilərsiniz. Ümumiyyətcə 9 otaqdan ibarətdir, daha doğrusu 10 otaqdan. Bir dənə yay mətbəxinə baxın. Və görülən bütün işlərin hər biri yüksək səviyyədə keyfiyyətlidir. Hətta bu yay mətbəxi belə cütdaşdır. Buradan istəsəz ikinci mərtəbəyə çöldən də çıxış eləyə bilərsiniz. Yəni, məlum məsələ ki, uzun müddət yaşayış yoxdur. Bir də üzürlü sayıncı, çünki bağ həqiqətən böyükdür. Ərazini gəzib uzatmağın adı yoxdur. Amma maksimum dərəcədə çalışacaq ki, video qısa alınsın. İndi isə görürsünüz, buradan pilləkəndən ikinci mərtəbəyə keçid eləmək mümkündür. Keçək evimizin daxilini görsədək, bütün pəncələr öz həyətinə baxır. Təbii ki, qazlı su işığı hər biri qaydasındadır, yəni fasiləsizdir, kəsintisizdir. Belə bir geniş birinci mərtəbədə qonaq otağı, sağ hissədə yataq otağı, üzböyüz hamam sanuzel. Belə bir mətbəx. Bunun işığını görə bilsəm, hardan yanır? Hə, buradadır. Bir də mətbəxin genişliyinə baxın, dəyərli izləyicilər. Həqiqətən çox möhtəşəm. Bir sözlə gir yaşadır. Buradan da çıxış var yenə də ikinci mərtəbəyə. Yəni, maşallah ev o qədər genişdir ki, bilmirsən ki, hardan girib, hardan çıxasan. Ara kəsmələr bir dənə zəhmət olmasa görsək. Yəni, bütün otaqların ara kəsmələr belədir, cütdaşdır. Beton, kəmər, yüksək səviyyədə, təbii ki, mərtəbə arası monolit betondur. Birinci mərtəbədə yerləşən yataq otağını görsədək. Baxın. Bir dənə hamam sanuzeldə görsədək. Genişliyinə baxsın müştərilər. Yəni, istəsəz, dəyərli izləyəcək, evimizi əşyalı da ala bilərsiniz. Amma hal-hazırda 395.000 manata əşyasız qiymətlə satışa təqdim olunur. Yəni, İspaniyanın mebelləridir. Ağırlığından onsuz hiss olunur. Yəni, həqiqətən dəyərindən çox aşağı bir qiymətlə satışa çıxarır. İndi isə qalxaq. İkinci mərtəbəni də görsədək sizə. Videomuzda çox uzanmasın, amma mümkün deyil ki, bu evdə video uzanmasın. Ümumi bir daha qeyd edirəm, 600 kvadratlıq bağ evidir. Hər bir otaqları geniş, keyfiyyətli, yəni aboyun atmağı falan, buraxmağı da ki, çox xırda bir işdir. Çünki başqa cür çıxmasın, evdə hava hal-hazırda biz gəldik, pəncərəni açdıq. Düşünün ki, o vəziyyətdədir. Qiymət bir daha qeyd edirəm, 395.000 manat. Torpağın bir sotu, bir şey ki, bu ərazidə 15.000-ə tapa bilmərsiniz. Amma hal-hazırda torpaq qiymətinə satışa təqdim olunur. 40 sot, 600 kvadrat, 10 otaq, 2 mərtəbə plus mansar, əlavə olaraq həyətdə hamam, sanuzeli, yay mətbəxi, mühafizə otağı, hər cür şəraiti var.
Ev böyükdür, zürlü sanki özümüzdə təngənəfəs olduq. Bu isə da bilmirəm, buranı qonaq otağı eləyərsiniz, yoxsa buranı eləyərsiniz. Belə bir geniş qonaq otağı. Ümumilikdə bir daha qeyd edirəm ki, 600 kvadratdır. Buradan eyvan hissəsinə çıxış eləmək mümkündür. Baxın. Və həmçinin giriş hissəsində gördüyünüz pilləkən bu hissəyə gəlir. Sağa solu sıx yaşayışdır. Asfaltla məsafəsi isə cəmi 50 metrdir. Qala Voyenniy Qaradokun tam yaxınlığı. Həqiqətən otaqlar çoxdur. Özümüzlə qarışdıq. Zəhmət olmasa digər otağı da görsədək, buranı görsətdik. 10 otaqdan ibarətdir. Yəni 9 otaq, 1 mansar. Mansar da istəsəz, yəni bu otağa evə əlavə otaq eləməyə ehtiyac yoxdur. Mansar da oyun zalı eləyin. Bax, mərtəbə arası monolit betondur, həmçinin mansar hissəsi. Yəni çox keyfiyyətli bir bağ evidir. 395 minə, təbii ki, real alıcıya da real, amma video daxilində deyirəm ki, cüzi qiymət endirimi olunacaq. Çünki dəyərindən çox aşağı bir qiymətlə satışa təqdim olunur. Allah alan da, satan da xeyirli eləsin. Bax, bu cür bağ evi axtaran müştərilərin nəzərinə. Tələsin ki, bax, bura sahib ola biləsiniz. Nə mişlikdir, nə bilim, sudur, balotadır, bu kimi şeylər qətiyyən bu ərazidə olmağı mümkün deyil. Aboyu da istəyirsən görsət, qoy görsünlər. Yəni, aboy sadəcə havasızlıqdan atıb. Görürsünüz, altında nə mişlik, nə başqa bir şey, heç nə yoxdur. Burada mansar hissəsi. Yenə də eyvana çıxışımız mövcuddur. Videonu axıra qədər izlədiyiniz üçün hər birinizə dərin təşəkkür edirəm. Amma bu bağ üçün tələsin və ilk əvvəl dediyim sözün üstündəyəm. Bundan ucuz, bu cür böyüklükdə, bu cür torpaq sayəsində ev varsa, videosunu atın, təbii ki, yalan olaraq yox. Mən günü səhərdən səhifəni silirəm. Sağ olun, sağla qalın.